Bu cümlələri ingilis dilinə çevirək. Cümlələri çevirməmişdən öncə ilk öncə baxırıq ki, cümlələrin hər birində hərəkət var və mən burada 5 zaman olaraq yazmışam. İlk cümləyə baxırıq. Niyə belə davranırsan? Və bu cümləyə baxdıqda görürük ki, söhbət indidən gedir. Yəni indi bu dəqiqədən elə bir qarşı tərəfə soruşur ki, niyə belə davranırsan? İndi bu dəqiqədən söhbət getdiyinə görə və əgər proses indi bu dəqiqə olursa, cümləmizdə əmizar və ayıncı olmalı idi. Sual cümləsidir. Gəlin indi bir-bir sözləri yerinə və ardıcıllıqla qoyaq. Niyə sözü why və hər zaman sual cümləsi də əvvəldə gəlir. Və sual cümləsi olduğuna görə burada are olacaq. Are you? Çünki söhbət səndən gedir və indi bu dəqiqədən söhbət getdiyinə görə burada are olmalıdır. Çünki present continuous'da əmizar, feil və ayıncı olmalıydı. Why are you? Davranmaq sözü act və axırına ing qoymalıyam. Why are you acting? Belə sözü this. İkinci, niyə belə davranırdın? Burada artıq baxırıq ki, burada keçmiş zaman var, amma davrandın deyil, yəni past simple deyil, davranırdın. Davranırdın da necə olurdu? Was, were və yenə hərəkətin axırında ing olmalıydı. Yenə niyə birinci gələcək? Why. Burada artıq söhbət davranırdın, səndən getdiyinə görə, you-la da were işləndiyinə görə. Were, you, act, davranmaq, yenə axırında ing olacaq. Acting, this. Niyə belə davranmısan? Burada artıq baxırıq ki, yenə keçmiş zamandır bir növ, amma davrandın, davranılıq, davranmısan. Və bu artıq have, has və hərəkətin axırında, hərəkət artıq feilin 3-cü forması var. Məsəl üçün, davranmaq sözü, indi burada davranmaq kökdən dəyişmir, ona görə ed gələcək axırına, amma məsələn, go, went, gone. Həmin o qaydadır bu. Adətən belə əzbərləyirsiniz axı. Drink, drank, belə bu şəkildə gedir. Yenə burada niyə birinci gələcək? Why. Sual cümləsidir və söhbət səndən gedir deyə have olacaq. Have, you, act. Act kökdən dəyişmədiyinə görə axırına sadəcə ed gələcək. Act, this. Bu qədər. Niyə belə davranmışdın? Yəni, burada mış var və dın var. Baxıram ki, davranmışsan yox, davranmışdın. Biraz daha keçmişdi. Daha keçmiş olduqda artıq had üstəgəl feilin 3-cü forması olurdu. Yenə burada niyə birinci gələcək? Why. Sual olduğuna görə had yazıram. Had you, act kökdən dəyişmədiyinə görə sadəcə axırına ed gəlir. Yenə this. Bu cümlə sizə elə gələ bilər ki, bu biraz başqa fərqli cümlə kimi, bunlardan fərqli cümlə kimi gələ bilər, amma heç də fərqli deyil. Eynən bunların sadəcə would versiyasıdır. Burada artıq belə olur. Niyə sözü why? Artıq burada would qoyuram. Would you act this. Niyə belə davranasan ki? Bunu başqa formalarda da demək olar. Why would you say it? Niyə belə deyəsən ki?